İstifadə Azadlığı Təşəbbüsü Birliyi və Dolce Vella Akademiyasının təşkilatçılığı ilə Ratidə keçirilən İnternet İdarəçilik Forumunun işıqlandırılması adlı 5 günlük təlim sona çatıb. Təlimi Dolce Vella Akademiyasının layihə meneceri Toma Tasovak və təlimçi Sonya Palnika aparıb. Təlim zamanı iştirakçılar onlayn jurnalistika barədə fikirlərini bölüşüblər. İnternet, mediada janr məsələləri və rəqəmsal media məsələlərini müzakirə ediblər. Bura mətbuat, radio, televiziya, internet, oxşarlıqlar və fərqlər, onlayn jurnalistikanın tipik xüsusiyyətləri, hədəf auditoriya və istehlakçı davranışı, forum və onun funksiyası, internet tədqiqatı və onun gizli təhlükələri, məhsulların qiymətləndirilməsi, veb saytı üçün yazıların hazırlanması, yazını ekranda daha rahat oxunması üçün optimallaşdırılması və s. aiddir. Təlim zamanı keçirilən praktik məşğələlər daha səmərəli olub. Seminar ərzində iştirakçılar veb tapşırıqlar hazırlayıblar. Bu tapşırıqlar təlimin internet saytına yerləşdirilib. Təlimin sonunda iştirakçılara sertifikatları layihə meneceri Toma Tasovak təqdim edib. Rati sədri Emin Hüseynov və International Media Support təşkilatının proqram rəhbəri Günlarə Axundova İnternet İdarəçiliyi Forumu ilə bağlı təlimi uğurla başa vuran media mənsublarını təbrik edərək onlara uğurlar arzulayıblar.